İkinci səsli suala qulaq asaq. Salam aleykum, Allah sizlərdən razı olsun. Ustada sualım bundan ibarətdir ki, keçmiş zamanlarda insanlar gənc yaşlarında müəyyən xəstəliklər səbəbindən dünyadan tez köçürdülər. Amma indi müalicə üsulları ilə həmin xəstəlikləri tamamilə sağaltmaq olur, müəyyən dərmanlar vasitəsilə. Məsələn, vərəmi indi sağaltmaq mümkündür, amma keçmişdə insanlar bu xəstəlikdən dünyasını dəyişirdi. Sualım bundan ibarətdir ki, həmin dövrdə bu müalicə üsulları olmadığından, yəni insanların əcəli belə idi, yoxsa müalicə üsulları olmadığına görə insanlar tez ölürdülər. Yəni, bunu necə başa düşək? İndiki dövrdə bu xəstəlikləri sağaltmaq olur, amma o vaxtı olmurdu. Və o vaxtı dünyasını dəyişən insana biz deyirdik ki, əcəli bu qədər idi, amma indi sağaltmaq mümkündür. Yəni, onda belə çıxır ki, yəni, bu dəyişkəndir. Bunu necə başa düşək biz? Allah sizdən razı olsun, əvvəlcədən təşəkkür edirəm. Bəli, biz təşəkkür edirik. Maraqlı sualdır, qəza o qədər. Bəli, biz də təşəkkür edirik. Allah razı olsun. Quran-ı Kərimdə bu məsələyə işarə olunub. Əlbəttə, yaxşı mövzudur, geniş danışmaq olar. Əcəl deyir ki, iki cürdür müsəmma və müəlləq. O ki, deyir ki, lövh-i məhfuzda yazılıb. O ki, məsələn, deyirlər, məhv-u isbat kitabında yazılıb. Yəni, baxın, Allah Təbarək və Teala deyir ki, bu əcəli yazıb bu şəxs üçün, əgər bu şəxs müəyyən dərmanlardan istifadə eləsə, qardaşın vasitələrdən istifadə eləsə, müəyyən maneələri özündən uzaqlaşdırsa, şərtləri özündə toplasa, bu şəxsin ömrü 90-dır. 90-dan artıq yaşa bilməz. O olur əzəl müsəmma deyərlər. Hətmi əzəl. Bəli, hətmi, mütləq. Amma əgər bunlara riayət etməsə, məsələn, həkim tapa bilmir. Təbii ki, öləcək. Bu olur müəlləq asılıdır. Yəni, məsələn, yolda gedir, maşın sürür, riayət eləmir. Düz. Aydın oldu. Amma o qardaş deyir, qədimdə şeydir, indi də elə o sual yarana bilər. İndi o qədər yeni xəstəliklər yaranıb, əvvəlkindən də bəlkə də çətindir müalicəsi və hətta necə deyərlər, yeni xəstəliklər yaranır və tez rahat da dünyasında. Yəni, bu sual hər zamana aiddir və cavabı da budur ki, o mane, orada ki, bu əcəldən dünyasını dəyişir, o müəlləq əcəldən dünyasını dəyişir. Hətminə. Və yenə də Allahın qəza qədərində var. Bəli. Çox gözəl. Keçək sual.